Hər kəsə salam, mən Səbinə Sultanova, tarix müəllimiyəm. Bugünkü mövzumuz bizim 19-20-ci əsrin əvvəllərində dövlətlərarası münasibətlər, beynəlxalq vəziyyət olacaq. Hələ 1-ci Dünya müharibəsindən öncə beynəlxalq vəziyyət necə idi və nələr gətirib 1-ci Dünya müharibəsinin baş verməsinə səbəb oldu, bu haqda biz danışacağıq. 19-cu əsrin ikinci yarısında Avropa dövlətlərinin və eyni zamanda Rusiyanın da xarici məsələlərindən biri də elə şərq məsələsi idi. Şərq məsələsi nə idi? Buraya plana görə Osmanlı dövlətinin torpaqları işğal edilməli və öz aralarında bölüşdürməli idilər bu dövlətlər. Eyni zamanda da bu dövlətlər birinin digərinin güclənməsini də istəmirdilər. Buna görə eyni zamanda bir-biri ilə də mübarizə aparırdılar. Bir-birini dəstəkləyirdilər ki, digəri güclənməsin. Bu da gətirib toqquşmalara səbəb olurdu və şərq məsələsinin baş verməsinin qarşısını alırdı. 1856-cı ildə Paris konfransı çağırıldı. Bunun səbəbi də 1853-56-cı ildə baş vermiş Krım müharibəsi idi və Krım müharibəsində Rusiya məğlub olmuşdu. Və burada bir sıra qərarlar əldə etdilər. Tərəflər işğal etdiyi torpaqları qaytarmalı idilər. Avropa dövlətlərinin ortaq təminatı altında Osmanlı torpaqlarının müstəqilliyi və ərazi bütövlüyü təmin olunmalı idi. Osmanlının daxili işlərinə qarışılmamalı idi. Müqaviləyə görə Qara dənizdə bütün dövlətlərin hərbi gəmiləri üçün qapalı idi. Bosfor və Dardanel boğazları sülh dövründə xarici hərbi gəmilərə bağlanmalı idi. Rusiya Qara dənizdə hərbi donanma saxlamaq hüququndan məhrum olunurdu. Və bu hadisələr Viyana konqresindən sonra Avropada yaradılmış güc tarazlığının yenidən nizama salmasına səbəb olur. Gəlin elə bu yerdə Viyana konqresində yaradılmış güc tarazlığının pozulmasına nələr səbəb olmuşdu, bunu yadımıza salaq. Yadımıza salaq ki, 19-cu əsrin əvvəllərində Napoleonun müharibələri bu güc tarazlığının pozulmasına səbəb olmuşdu. Daha sonra Napoleona qalib gəlmək üçün ittifaq yaradılmışdı. Rusiya güclənmişdi, Avropa jandarma adlanmağa başladı, işğalçılıq aparırdı. Digər tərəfdə İngiltərə, Fransa, Sardiniya birləşirlər Rusiyaya qarşı, Osmanlı dəstəkləyirlər Krım müharibəsində və bu Paris sülhü ki var 1856-cı ildə baş vermiş, bu tarazlığı yenidən yaranmasına səbəb olur. Bu Krım müharibəsində Osmanlı dövləti qalib gəlmişdi, lakin ilk dəfə öz tarixində xarici dövlətlərdən borc almışdı. Bu da testdə düşür ki, hansı hadisədən və ya müharibədən sonra və ya hansı konfransdan sonra Osmanlı dövləti ilk dəfə xarici dövlətdən borc almışdı. Bunu da diqqətinizdə saxlayın ki, Krım müharibəsində olmuşdu bu hadisə. Paris sülhündən sonra Rusiya 1877-ci ildə yenidən Balkanları öz təsir dairəsinə almaq istəyirdi. Buna görə də Osmanlıya qarşı müharibəyə başlayır və İstanbula doğru irəliləyir. Burada Rus qoşununun hücumunu dayandırmaq üçün İngiltərə donanması işə qarışır və 1878-ci ildə San Stefano sülhü imzalanır. Bu sülhə görə Osmanlı bir sıra ərazilərini itirir və Rusiyanın uğurları qazanması İngiltərədir, Almaniyadır, Avstriya, Macaristandır. Onların xoşuna gəlmir. Onlar deyirlər, belə şey olmaz, San Stefano sülhü ləğv olunsun və ya buna yenidən baxmaq üçün biz 1878-ci ildə Berlin konqresini çağıraq və bu Berlin konqresində yadımızda saxlayaq ki, 1878-ci ildə həm San Stefano sülhü olub, həm də Berlin konqresi olub. Bu Berlin konqresində Serbiya, Çernogoriyadır, Rumuniyaya müstəqillik verilib, Bolqarıstan Osmanlı dövlətindən asılı knyazlığa çevrilib, sonradan müstəqil olacaq. Qars, Ərdahan, Batumdur, Rusiyaya ilhaq edilir. Daha sonra San Stefano müqaviləsindən fərqli olaraq Makedoniyadır, Şərqi Rumelidir, Şərqi Anadoluda bəzi ərazilər də Osmanlı dövlətinə qaytarılır. Kipr adasını Böyük Britaniya icarəyə götürür. Bosniya-Hersegovinanın idarə edilməsi isə müvəqqəti olaraq Avstriya, Macaristana verilir. Və beləliklə Rusiyanın Almaniya və Avstriya, Macaristan ilə ziddiyyətlərin artmasına səbəb olur bütün bunlar. Və bunlar artıq hiss olunur ki, Avropada qütbləşmə başlayır. 1-ci Dünya müharibəsinə doğru gedirik. Digər tərəfdən də Prusiyanın kansleri Otto von Bismarckdır və Almaniya birləşdirmək istəyir və bu Almaniyanın birləşdirilməsi də Fransanın mənafeyinə ziddir. Bunlar arasında döyüş olur və 1870-71-ci ildə Fransa məğlub olur. Bununla da Viyana konqresindən sonra Avropada yaranmış güc tarazlığı dəyişir. Bismarck Avstriya və Fransanın məğlubiyyətindən sonra bu güc tarazlığını saxlamağa çalışırdı. Əvvəlcə o istəyirdi Fransanı təcrid etsin və Fransanın daxilində olan ixtişaşlar ki var, orada Respublika rejimini dəstəkləyirdi
və bu tarazlığı qorumaq üçün də bir sıra dövlətlərlə də ittifaq qururdu və 1879-cu ildə Bismarck Avstriya Macarıstanla müqavilə bağlayır. Sonra 1882-ci ildə İtaliya da bu müqaviləyə qoşulur və beləliklə 1882-ci ildə Üçlər İttifaqı yaranır. Bu müxtəlif mənafeyi olan dövlətlərin birləşməsi Bismarckın diplomatik bacarığı göstərirdi. Sonradan Bismarck istifaya çıxacaq və hadisələr tamamilə başqa yöndə dəyişəcək, müharibənin baş verməsinə səbəb olacaq. Çünki Bismarck özü daha çox tarazlığı qorumağa çalışırdı, amma ondan sonra artıq kansler olan hakimiyyətə gələnlər bu tarazlığı qoruya bilmirlər və müharibənin baş verməsinə, müharibədə məğlub olmasına Almaniyanın səbəb olur bütün bunlar. Ümumiyyətlə Bismarckın istifasından sonra Almaniya güclənməkdə idi. Ümumiyyətlə Bismarckın dövründə də, amma istifasından sonra da Fransada, Rusiyada, Böyük Britaniyada artıq Almaniyadan çəkinməyə başlayırlar və onların mənafeləri burada toqquşur ki, biz Almaniyaya qarşı birləşək və tədricən birləşirlər. 1904-1907-ci illərdə müqavilələr bağlayırlar və öz aralarında və 1907-ci ildə Antanta yaranır. Daha sonra 20-ci əsrin əvvəllərində Balkanlarda böhran baş verir. İki böhranımız var. Birinci böhranda 1908-ci ildə Avstriya Macarıstan Osmanlı dövlətinin zəifləməsinə istifadə edir və Bosniya-Hersegovinanı ilhaq edir. Və 1905-ci ildə inqilab nəticəsində zəifləyən Rusiya da buna müqavimət göstərə bilmir. Onsuz da Avstriya, Macarıstan və Rusiya müxtəlif cəbhələrdə idilər, ittifaqlarda idilər. İkinci böhran isə bu idi ki, Balkan dövlətlərinin təşkil etdiyi ittifaq tərəfindən Osmanlı İmperatorluğu 1-ci Balkan müharibəsində məğlub olur 1912-13-cü illərdə. Daha sonra bunlar arasında müqavilə olur, Osmanlı bir sıra ərazilərini itirir. Sonra 2-ci Balkan müharibəsi olur. Bu Balkan müharibəsi də Balkan dövlətləri arasında olmuşdu 1913-cü ildə. Bunun səbəbi də onlar Osmanlıdan aldıqları torpaqları öz aralarında bölüşdürə bilmirdilər. Hər dövlət daha çox pay istəyirdi. Bu müharibədə də Osmanlı bir hissəsini Balkan dövlətlərini dəstəkləyir və həmin hissə qalib gəlir. Bolqarıstan məğlub olur burada və Osmanlı bir hissə torpaqlarını geri qaytara bilir. Bütün bu artıq qütbləşmə tarazlığın pozulduğunu göstərirdi. Artıq uzlaşma sənəti olan diplomatiya sona çatmışdı, hərbi bloklar yaranmışdı və böyük partlayışa səbəb olacaqdı bütün bunlar. Ki biz gələn dərsimizdə artıq 1-ci Dünya müharibəsi haqqında danışacağıq. 1914-18-ci illəri əhatə etmişdir.